Şəhid Rızayevin anası Rızayeva Kamilə. Kamilə xanım, biz o gün gəldik, çəkiliş elədik. Bax, ondan sonra bu sosial şəbəkələrdə bəzi jurnalistlər bu icra başçısının evə ayaqqabılı daxil olmasını söz-söhbət yaradıb hər bir saytda, sosial şəbəkələrdə paylaşırlar. Bax, buna siz öz münasibətinizi bildirin. Vallahi mən o evim təzə remont olduğuna görə icra başçısı gəldi, içəri dəvət etdim. Ayağımı soymaq istədi, mən icazə vermədim. Dedim ayaqqabılı gəlin, çünki kraskalı idi. Mən ona görə də qoymadım. Dedim ayaqqabılı gəlin, sağ olsun ki, icra başçımız mənə ev verdi. Görürsən bu jurnalistlər harada idi ki, mənə axtarmırdılar. İndi icra hakimiyyəti mənə ev verənlərin sonra bunlar bu sözləri yayırlar. Ayıb olsun onlara ki bu sözü yayırlar. Sağ olsun ki icra hakimiyyəti bu evi mənə veribdir. Bir ana kimi mənə ev verilibdir. Mən balamın şəkillərini düzmüşəm. Hələ tam təmir olunub qutarılmayıb bu ev. Ona görə icazə vermədim, ayağını soyunub girsin içəri. Ayaqqabılı deyil. Çünki özüm də ayaqqabılı girmişdim. Yəni, icra başçısını özünüz dəvət eləmişsiniz də, bəli, bəli. Ki, buyurun keçin. İcra başçı ayaqqabısını çıxartmaq istəyir, siz dəvət elədiniz ki, buyurun keçin. O da ayaqqabılı keçdi. Bəli, bəli. Soyunurdu, mən qoymadım. İcazə vermədim ki, kraskalı ev, təmir gedirilir. İndi bu jurnalistlər düzgün hərəkət ediblərmi? Xeyr, düzgün hərəkət eləməyiblər onlar. Neçə illərdir ev üçün müraciət edirsiniz? O ev üçün müraciət edən zaman indi bu icra başçısı haqqında çəkiliş edib, xəbər hazırlayan jurnalistlər hər hansı gəlib sizin qapınızı döyüb müraciət edir? Xeyr, heç biri gəlməyiblər. Heç məni axtaran olmayıbdır. İndi o jurnalistlərə nə demək istəyirsiniz? Çünki onlara ayıb olsun ki bu sözü yayırlar yalandan. Çünki mənim sağ olsun ki mənim icra hakimiyyətim bu evi mənə veribdir. Bu remont eləyib verirlər mənə, sağ olsun. Neçə illərdir çöllərdə idim. Onun bunun qapısında idim. Sağ olsun. Allah ondan razı olsun. Amma düz deyil, ayıbdır. Bunu belə yaymağı. Sizə də təsir eləyir də bu? Bəli, mənə də təsir eləyir. Şəhidə də hörmətsiz kimi yanaşırlar. Bəli, balama da hörmətsizlik eləyirlər, icra hakimiyyətinə də. Mən ana olaraq, mən deyirəm ki, bunu danışmasınlar, düzgün danışsınlar. İngilizcə şəhid icra başçısı İlham İsmailov sizin evinizə ayaqqabılı girib, evin açarısı təhvil verməyi, təqdim etməyi sizin özünüzün dəvəti ilə olub, düzdür? Bəli, bəli, özümün dəvəti mən olubdur. Evdə təmir getdiyi üçün. Bəli, təmir getdiyi üçün mən qoymamışam.